Gənc idmançı Məmmədov Əhməd Elnuroğlu 2011-ci ilin fevralın 9-da Bakı şəhərində anadan olub. Uşaqlıq illərinə idmana, xüsusilə də cüdo növünə olan böyük marağı ailəsinin diqqətini çəkmişdir. Valideynləri onun bu istedadını dəstəkləyərək cüdo məşğələlərini yazdırıblar. Əhmədin idman həyatında ən böyük rolu məşqçisi Cavidən Qarayev oynayıb. Onun peşəkar rəhbərliyi altında gənc cüdoçu qısa zamanda böyük irəliləyiş göstərib, məşqlərdə intizamı, texniki hazırlığı və qətiyyəti ilə seçilən Əhməd az vaxtda həm öz yaşlılarını, həm də onlardan böyük idmançılar arasında fərqlənməyi bacarıb. Məmmədov bir neçə il ərzində həm Bakı şəhərində, həm də respublika səviyyəsində keçirilən müxtəlif turnirlərdə yüksək nəticələr qazanıb. O dəfələrlə birinci və ikinci yerlərə layiq görülüb, müxtəlif medallar, diplom və sertifikatlarla tərtib olunmuşdur. Gənc idmançı hər yarışdan sonra uğurlarını ölkəsini təmsil etməyin qüruru ilə qeyd edib. Onun beynəlxalq səviyyədə ilk böyük uğurlarından biri sentyabrın 25-də Özbəkistanda keçirilən yarış olub. Bu turnirdə Əhməd bütün mərhələləri uğurla keçərək finala qədər irəliləyib və ikinci yeri qazanıb. Həmin yarışda Azərbaycan bayrağını qürurla dalğalandıraraq idmançı tamaşaçıların və münsiflərin rəğbətini qazanmışdır. Əhməd Məmmədov yarışlardan sonra verdiyi açıqlamada bildirib ki, qarşısına daha böyük hədəflər qoyub. Mənim məqsədim yalnız medal qazanmaq deyil, Azərbaycan adını dünyada tanıtmaqdır. Bu yolda məni daim dəstəkləyən ailəmə və məşqçimə təşəkkür edirəm. Hazırda Əhməd növbəti beynəlxalq yarışlara ciddi şəkildə hazırlaşır. Məşqçisi Cavidən Qarayev isə onun gələcəkdə ölkəmizin ən parlaq cüdoçularından biri olacağına inanır. Dilbər Vüqar qızı, Bölgə TV.